Mən son günlər cəmiyyəti sarsıdan, böyük gərginliyə səbəb olan bir məsələyə diqqət yönəltmək istəyirəm. Gəncədə qətlə yetirilən 17 yaşlı məktəbli Elgün İbrahimovun faciəsinə. Xatırlayırsınızsa, 2022-ci ilin noyabrında da Şağan Olimpiya kompleksində Turan Rüstəmov adlı 16 yaşlı bir gənc öldürülmüşdü. Hər dəfə belə qətllər ardınca böyük müzakirə dalğası gətirir, səbəblər üzərində düşünməyə başlayırıq. Çünki doğrudan da böyük mənəvi zərbə alırıq. Düşünürəm ki, bugün məktəblərdə psixologiya fənninin dərinləşməsinə ehtiyac var. Psixoloqlarımızın məktəblərə cəlb olunmasına və onlara ayrılmış zaman çərçivəsində həqiqətən də məktəblilərlə psixoloji təlimlər keçirilməsinə, psixoloji hazırlıqlara rəvac verilməsinə böyük ehtiyac var. O qədər ciddi şəkildə yanaşılmalıdır ki, məsələyə. Doğrudan da əsr psixologiyasına sahib olanlar bura cəlb olunmalıdır. Yəni deyək ki, kimya müəllimi, biologiya, texnologiya, yaxud fizika müəllimləri gəlib psixologiya fənnini tədris eləməməlidirlər. Əks təqdirdə bu aydın məsələdir ki, heç bir nəticə verməyəcək. Bugün aydın məsələdir ki, məktəblərimizdə mütaliəsiz bir nəsil yetişir. Dil çevrəsi qapanmış, xəyal dünyası daralmış, beyinləri kilidlənmiş, ədəbiyyatdan uzaq düşən bir gənclik yetişir. Bu artıq doğrudan da böyük bir problemə çevrilməkdədir.